Ali ibn Abi Talib bir insan ki həyatı müxtəlif mərahillərdən ibarət idi. O həyatın peyğəmbərli, peyğəmbərsiz günü, müharibəli, müharibəsiz günü, sadiq dostları və xəyanətçil düşmənləri olduğu günləri, küfrün təzyiqlərinə, müşriklərlə döyüşdü günlərə, evinə hücum olduğu günlərə şahid olub, bütün bu çətin mərhələləri yaşayan bu yorğun insan şəhadət yatağındadır. Amma heç vaxt həyatının nə şən günlərində, həyatının nə acı günlərində, nə onda ki Ali ibn Abi Talib güşənişin idi, nə onda ki xilafətin ən ali kürsüsündə idi, bir dənə prinsipindən, bir dənə mehvərindən kənar olmadı. O da bu idi mənim üzərimə düşən vəzifə, dinimi salim sağlam qorumaqdır. Dinimin əmrlərinin itaətində olmaqdır. İstəyir mənim rahatlığım onda ola, istəyir olmaya, istəyir bundan əzab çəkəm, evimin bir güşəsinə qısılam, bəzi mənzərələri görəm, dözəm, istəyir yox, bir dənə mehvər. O da bu idi ki, dinin tələblərin yerinə yetir. Və bu mehvər əsasında yaşayan bir insan, o gün ki zərbət başına dəydi, o ləhzə ki o məlun qılıncı vurdu, Ali ibn Abi Talib o yaşadığı həyat tərzinin məntiqi cavabını öz-özünə dedi. Dedi, Fustu və Rəbbil Kəbə. And olsun Kəbənin Allahına səadətə çatdım. And olsun Kəbənin Allahına istədiyimi qazandım. And olsun Kəbənin Allahına o sağlam dininlə dünyanı tərk edib, onun bəhrəsinə nail ol.